Sürtünmə misalı 0,5 olan laim cisimdə cisimlər sərbəst buraxılıb. Buna görə cisimlərin təcili neçədir? Gəlin əvvəlcə baxaq görək bizim cisimlərə hansı qüvvələr təsir etmiş olur. 10 kiloqramlıq cisimimizə özünün ağırlığı qədər qüvvə təsir etmiş olur aşağıya doğru. F bərabərdir mj-dən 100 newtonluq qüvvə təsir edər. 5 kiloqramlıq cisimimizə isə özünün ağırlığı qədər qüvvə təsir etmiş olur. F bərabərdir mj sinus 53-dən kütlə 5 kiloqramdır. ŞO sinus 53 0,8 cavab 40 newton. Deməli 100 newton 40 newtona böyük olduğuna görə sistem aşağıya doğru hərəkət etmiş olacaq. A təcili ilə 5 kiloqram isə yuxarıya doğru hərəkət etmiş olar. Səthimiz sürtünməli olduğuna görə hərəkətin də əksinə sürtünmə qüvvəsi təsir edər. Gəlin onu da tapaq. F bərabərdir mu mj kosinus 53. Mu 0,5'dir. J 10'dur. Kütle 5'dir. Kosinus 53 ise 0,6'dır. Edir 15 newton. İndi asanlıqla biz sistemin təcilini tapa bilərik. Newton ikinci qanuna görə A bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Gəlin baxaq. Aşağıda 100 newton və onun əksinə 2 dənə qüvvə təsir edir. Deməli 100 newtondan çıxarıq 40 və 15-in cəmini bölünsün. Sistemin kütləsi 5 və 10 kiloqramın cəmidir. Yuxarı 45 edir. Aşağı 5 kiloqramda 15 edir. Deməli təcilimiz 3'dür. Sistemin təcili 3 metr bölü saniyə kvadrat edir. Cavab C variantı.